Şuşam geri alınmasa, havalanmaz xanın səsi, şikəstədən kim məst olar? Bu, qələbə arzusunda olan bir şairin nəsillərə sualı idi. Ürəyində nisgil, Şuşa həsrəti, dünyasını dəyişən bir şairin. Bu isə bir sərkərdənin düşmənə cavabıdır. Biz ona sübut edik. Yat. Yaşar! Dayanma! Şuşa uğrunda son döyüşlər bir möcüzə idi. Bu tarixi qala hələ belə bir igidliyin, cəsurluğun, hərbi taktikanın şahidi olmamışdı. Bu nə nizami ordu, nə də partizan taktikası idi. Müharibə dövründə ordumuzun düşmənə necə zərbələr endirdiyi deyilirdi. Bu məlumatlardan hərbçilərimizin mövqelərini tez-tez dəyişdiyi, ağlasığmaz uçurumlarda, keçilməz yollarda gözlənilmədən peyda olduqları aydın görünürdü. Şübhəsiz, düşmən qüvvələri onların axtarışındaydı. İgidlərimiz isə yerlərini dəyişərək gərginliyi artırırdılar. Bütün bunlar cəsarət, cəldlik, hünər və məsuliyyət tələb edirdi. Gel uşaq, Sadat ol, gel. Komutan buradan Paşinyan'a ne demek istiyorsun? Ona demek istedim ki, onunki o çıkışı vardı ki Azerbaycan halkı milleti korkaktı. Biz ona sübut edik ki Azerbaycan halkı ve milleti cesurdu, igiddi, qəhrəmandı. Ve kim korkak olduğunu ona ispat edirik ve sübut edirik. Bu döyüş ayrı döyüş idi. Hərb tarixində misli görülməmiş bir döyüş. Belə döyüş taktikasını Axillesdən sonra bir kimsə haqqında eşitməmişdik. Məhz belə taktik gedişlər sayəsində döyüşçülərimiz qısa bir zamanda Şuşanı işğaldan azad etdilər. Bu igidlər arasında Husarlılar da az değildi. Salam aleykum Kısar Yar, salam aleykum Güney Yar, salam aleykum Natıdat Yar, salam aleykum Tutuş Yar. Şadovayın lezgisi xəyar veri. Belki sadla lezgiyar ki ünüva Şadova, Natıdata Şadova, Beteşkalda Şadova, Leçetta Şadova sadla lezgiyar. Vezi sanalo, Sara lezgiyar. Bu döyüşü qələbəyə aparan övladların komandiri isə ömür yolunu şairin izi ilə salan Tehran Mənsim oldu. O, sanki şairin 1994-cü ildə yazdığı Ağ atlı oğlan şeirinin poetik obrazının real daşıyıcısıydı. Bir qoçaq min qala aldıra bilər, bir xalqı ayağa qaldıra bilər, qələbə marşını çaldıra bilər. Gəl, çıx ortalığa, ağ atlı oğlan. Meydana atılsan durular qanım, qəlbimi qanadan qəm dinə bilməz. Bugün darda qalmış Azərbaycanım, ağ atlı oğlansız keçinə bilməz. Tehranın döyüş taktikasını başa düşməyənlər də oldu, qəbul etməyənlər də. Hətta onu əmrə tabi olmamaqda günahlandıranlar da tapıldı. Amma heç kimin gözləmədiyi bir anda Şuşanın azad olunması və qələbəni məhz bu taktikanın təmin etməsi az adamda şübhə yeri saxladı. Şair bu şeiri tarixin yadigarı olan Şuşa qalası düşmənin əlinə keçəndən sonra xilaskar sorağında yazmışdı. Onda Azərbaycan Şuşa işğalının nisgilini yaşayırdı. Şairlərin misralarından göz yaşı tək söz-söz süzülürdü Qarabağ. Kələntər də o şairlərdən biri idi, hansı ki, vətən dərdini misra-misra xalqının ürəyinə aşılaya, qəlblərdə vətəndaşlıq borcunu kökləyə bilirdi. Çünki o, poeziyaya Qarabağla bir boylanan Şah dağın zirvəsindən yol açmışdı. Məhz ona görə də o, öz qəhrəmanını doğma diyarında axtarırdı.
bilmirəm kimlərin sırasındasan. Yaralı yurdumun harasındasan. Bəlkə Şahdağımın parasındasan. Gəl, çıx ortalığa, ağ atlı oğlan. Mərdləri sağına, soluna yığ gəl. Yoldan çıxmışları yoluna yığ gəl. Bir xalqın gücünü qoluna yığ gəl. Gəl, çıx ortalığa, ağ atlı oğlan. İllər sonra şairin arzusu həyata keçdi. Axtarışında olduğu ağ atlı oğlan məhz onun xalqının içində formalaşdı. Şuşanın ağır, keçilməz yollarını Azərbaycan ordusunun əskərləri Ləzgi xalqının qəhrəman oğlu Tehran Mənsimovun komandanlığı ilə keçə bildilər. O, elə bil düşmənin Şuşada çıxaracağı oyunları, Cıdır düzündə yalı gedəcəyini qabaqcadan duymuşdu. Vətənin ən ağır çağıdır bugün, vətəni vətənsiz dağıdır bugün, dağ, daş, göz yaşını axıdır bugün, gəl, çıx ortalığa, ağ atlı oğlan. Daşın, daş qəlbini riqqətə gətir, qeyrətdən kasadı qeyrətə gətir, gəl, bütün cahanı heyrətə gətir, gəl, çıx ortalığa, ağ atlı oğlan. Делите взгоды пополам, и радость общей, что была. Мужская дружба, как скала, сильно прочна навек она. Мужская дружба, как скала, сильно прочна навек она. Şuşaya ilk Azərbaycan bayrağı sancan igidimiz də onun həmyerlisi vaxtilə Azərbaycan Dövlət Hərbi Akademiyasını qırmızı diplomla bitirərək ulu öndərimiz Heydər Əliyevin xeyir duasını alan Rəşad Aslanov oldu. Şuşa işğaldan azad olundu və 2 gün sonra müharibə bitdi. Ən başlıcası qələbə günü Şuşanın azad olunduğu gün təyin edildi. Şairin yaratdığı obrazların heç biri təsadüfi deyildi. Sanki o gələcəyi duyurdu. Həyat onu addım-addım təfəkkürün zirvəsinə aparan hadisələr zənciri idi. 2009-cu ildə onun haqqında Azərbaycan Dövlət Televiziyasının çəkdiyi sənədli filmdə bu məqamlar aydın görünür. Mənim ədəbiyyata gəlməndə bəxtim onda geçirdi ki, mən yaxşı mühitə düşdüm. Birinci mən Hüseyin Arif kimi bir şairlə tanışıldım. O Azərbaycan'ın çox mükəmməl bilən şair idi. Əli Kərim Azərbaycan jurnalında işlədi, onunla tanışıldım. Sonra təbii ki Osman Sarıvəlinin yanında tez-tez gedirdim. Sonra Nəbi Xəzri bizə çox kömək edir. Sonra İslam səfərindən tanışıldım. Toğrul Bayramla tələbə yoldaşı olmuşam. Onun həyatı taley yüklüydü. Atası Şeyx Kərim dostu Sərdara qız qaçırtmaq üstündə tutulmuşdu. O Sərdar ki, Səməd Vurğun gimnaziyaya imtahan verərkən əlaçı tələbə kimi qəbul komissiyasına daxil edilmişdi. Ailə elə getirdi ki, Qubada Pedagog Texnikum 3-cü kursunda oxuyanda Azərbaycanın məşhur şairi o deyir, bir neçə ölkədə tanınmış Səməd Vurğun deputat kimi Qubaya gəldi seçicilərlə görüşər. Mən də əlaçı tələbə idim, tələbə təşkilatı sədr idim. Səmədin məşhur, ay müəllim, nə bilirsən bu qurumuş canımda nələr var ifadəsindən sonra Sərdar komissiyanın sədri Firudin bəydən xahiş etmişdi ki, ona şans versin. Sərbəst danışdı. Rəhmətlik Səməd Vurğun çıxışım konferans gəldi, məni qucaqladı. Dedi, ay Ləzgi balası, əgər sən Azərbaycan dilini mükəmməl öyrənsən, hətta şeir yaza bilərsən. Əlbət bu sözü deyən adam Səməd Vurğun idi, mən oldum ədəbiyyat həvəskarı. İllər sonra isə Səməd Vurğun Şeyx Kərimin oğlu Kələntərin ömür yoluna işıq saldı. Həmin Kələntərli Səməd Vurğunun yaradıcılığı haqqında ən dəyərli silsilə yazılaran müəllifi oldu. Bizim böyük şairimiz, mənim ustadım Səməd Vurğun deyir ki, hər şahsı parçası, hər məzar başı nəsildən nəslə bir yadigardır. Siz sağ olunuz ki, siz bizim qədim bu əşyaları hamısını yığıb saxlayırsınız və gələcək nəsilləri itirirsiniz. Bundan yaxşı dünyada yoxdur.
Kələntər-kələntərli vətən məhəbbətini yeni nəsillərə aşılaya bilmiş az şəxsiyyətlərdən idi. Onun Azərbaycan dilində yazdığı 8 cilddə əsərləri, rəhbərlik etdiyi ədəbi dərnəklər neçə bacarıqlı Azərbaycan gəncinin ədiblərin sırasına ucalmasını təmin etdi. Eyni vaxtda o, doğma xalqını mətinliyi və igidliyi aşılayırdı. Zaman-zaman cəmiyyətə görkəmli şairlər, dünya şöhrətli alimlər, mərd oğullar bəxş edən Ləzgi xalqının gələcək nəsillərinin formalaşmasına xidmət edirdi. O oğullar ki, onlar Azərbaycanın adını ucaldır, bu iki dost xalqı birləşdirən kökləri qorumağa çalışır. Kələntər ilk növbədə mübarək şair idi. Onun xarakteri böyüdüyü şəraitə, yaratdığı mühitə uyğun formalaşmışdı. Ürəyi daim vətənə sonsuz məhəbbəti və doğma xalqına sevgisi ilə döyünürdü. Bu məhəbbət Şuşa hadisələrinə münasibətdə özünü daha da qabarıq göstərdi. Kül olaram bir həsrətdən, bir də xoş bir ilim gəlməz. Nə heyrətdən, nə qeyrətdən dəm vurmağa dilim gəlməz, Şuşam geri alınmasa. Muğammildə, mil muğanda bir saadət görərmi heç? Vaqif şeiri bu cahanda doğru halət görərmi heç? Şuşam geri alınmasa. Havalanmaz xanın səsi, şikəstədən kim məst olar? Qarabağın şikəstəsi həmişəlik şikəst olar, Şuşam geri alınmasa. Xalqına olan sevgisi isə onu doğma dilinin, mədəniyyətinin, yeni nəsillərin yetişdirilməsinin qayğısına qalmağa vadar edirdi. Bu məramı onun and yeri, həyat amalı idi. O, daima cəmiyyətdə ictimai tarazlığın qorunması, mənəvi dəyərlərin inkişafı üçün çalışırdı. Doğma ləzgi dilini, folklorunu, mədəniyyətini yaşatmaq üçün əlindən gələni edirdi. Hələ 1962-ci ildə məsləkdaşları ilə Moskvaya gedərək Mərkəzi Komitədə yumruğunu stola çırpıb "Qaytar mənə dilimi" demişdi. Mövqeyini çəkinmədən belə ifadə edirdi şair. Doğma eldən ayrı düşmüş dillər desin, varsa əgər. Doğma dilə həsrət qalmış ellər desin, varsa əgər. Bu haqq yolda hansı qüvvə öz yolumdan saxlar məni? Əgər qorxub dönsəm geri, yaşamağın deyil yeri, ürəyimin lap başından güllələsin dağlar məni. Azərbaycan müstəqillik qazanandan sonra şair arzularının reallaşacağına inanırdı. Arzulayırdı ki, ləzgi dilində dərsliklər dərc olunsun, yerlərdə bu fən üzrə ixtisaslı kadrlar yetişdirilsin, xalqın ədəbiyyatı, adət-ənənələri qorunsun. Dili bir elm kimi, mədəniyyəti tarixi bir töhfə kimi dövlət qayğısını görsün. Çünki o bilirdi, xalqın varlığı mənəvi dəyərlərə söykənir və əmin idi ki, bu dəyərlər dövlət tərəfindən qorunacaq. Odur ki, Azərbaycan radiosunda ləzgi dilində verilişlər redaksiyası açılanda var gücü ilə bu işin qurulması və vüsət alması üçün çalışdı. Hazıram, bəli. İkramiye bakazmandır. Şuna Azərbaycan din, dövlət din, radyoda lezgi çalal Gunugar avazı. Mikrofon devili qalaydı, lezgi redaksiya din, redaksiya şair Kələntər. Lezgi nürü kadar nəsə. Şunu diyor ya, şunu diyor ya, şeir akut diyeceğiz. Ancaq bu verilişlərin Respublika efir məkanında yox, ölkədən xaricdə yayımlanmasından nigaran idi. Şair acınacaqlı, şəraitsiz vəziyyətdə 80-da haqladı. Amma qələbənin sevincini yaşamaq onun qismətinə yazılmadı. Son illər həm yerlilərinin, dostlarının himayəsini görsə də, doğma xalqının ürək ağrıdan taliyi və ömrünü həsr etdiyi bir dövlətin qayğısını hiss etməməsi ona bu həyatın bütün əzablarını yaşatdı. Neçə arzuları ürəyində getdi şair. Amma son nəfəsində belə kimsəyə boyun əymədi, qürurunu sındırmadı, gözlərini öz əli ilə qapadı şair.
yaşandığı tarixə yazıldı. Onun son illərdə yaratdığı əsərləri həyata xüsusi yanaşması ilə seçilir, tövsiyədən daha çox vəsiyyət xarakteri daşıyır. Qələmə aldığı sonuncu "Mən qəbirdən danışıram" şeirində yazır. Ay hörmətli prezidentim, nə salqaya, nə saldaşam. Mən insanam, vətəndaşam. Ehtiyacın sərt əlində niyə ömrüm getsin bada? İnsan kimi yaşamağa haqqım yoxmu bu dünyada? Övladıyam ləzgi adlı, niyyəti xoş bir millətin, əlim qələm tutan gündən carçısıyam həqiqətin. İnsanlığın dərdlərini yazanlardan mən biriyəm, bir-birinə qardaş olan iki xalqın şairiyəm. Harayıma çatan kimdir azğınlarla savaşımda? Deməyə heç dilim gəlmir, mənzilsizəm bu yaşımda. Sanki canlı bir meydəm, hərdən birdən danışıram. Kirayədə yaşadığım dar qəbirdən danışıram. Hərdən mənə elə gəlir, arzularım dilə gəlir. Gücünə bel bağladığım, hörmətini saxladığım, neçə-neçə dövlətlə tən, BMT-də sözü gedən əzəmətli dövlətin var. Ədalətli, mərhəmətli, səxavətli dövlətin var. Bəs bu dövlət hara baxır? Bu qəbirdə ölə-ölə, öz halına gülə-gülə, ondan ötürü yuxusuna haram qatan, əldən gedən, qürurunu sındırmadan ona qəlbən xidmət edən şairini görə bilmir. Qəlbdən gələn gözəl şeir nemətlərin nemətidir. İstedad da hər dövlətin ən qiymətli sərvətidir. Ay hörmətli prezidentim, nə salqaya, nə saldaşam. Mən insanam, vətəndaşam. Çox güman ki, prezidentim kimliyimi soraqlayar, qayğısını əsirgəməz, xalqıma bir gün ağlayar. Şairlər içində xalqının ruhunu daşıyırlar. Kələntər Kələntərinin həyat sənnaməsi də onun doğma xalqının taleyini tərənnüm edir. Dünən Kələntərinin dühasından canlanan, onun izləri ilə Şah dağın ətəyindən Şuşaya kimi yol salan yüzlərlə igidlərimizin ruhu, onlarla qəhrəmanlarımızın qüruru qarşısında nə deyə bilərik? Sözünü vətən uğrunda mübarizədə, döyüş meydanında deyən igidlərimiz amalları ilə cəmiyyətdə yeni nəsil tərbiyə edir, ürəklərdə vətənə sevgini aşılayırlar. Mənən mənsub olduğu xalqına, əqidəsi ilə qürur duyduğu vətəndaşlığa qəlbən xidmət edirlər. Şair həmişə dost əlini sıxarkən, dost dosta tən gərək deyirdi. Bugün Kələntər Kələntərinin yaratdığı obrazların reallığına yenidən heyran oluruq. Ağatlı oğlan obrazının canlı təcəssümü olan Tehran Mənsimovun göstərdiyi qəhrəmanlıqlar onun xalqının müdrikliyinin göstəricisidir. Son qələbəmiz də bu insani dəyərlərin nəsillər arasında əlaqələrdə önəm daşımasına bariz nümunədir. Bugün qələbə çalmağımız üçün var gücü ilə çalışanlar inanırlar ki, yeni şəraitdə dövlət onların mənəviyyatından zəruri qayğısını əsirgəməyəcək. Bu da taleyin bir hökmü idi. İşğaldan azad olunan Şuşa məscidində ilk namaz qılan da Tehran Mənsimov oldu. Allah insanların arzularını ürəkdə qoymur. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ar-Rahmanir-Rahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين